Dedi ki, sizi havalimanından kənara çıxarıb, öldürmək və üzərinizdə olanları götürmək istəyirdilər. Soruşduq ki, nə baş verir? Dedi ki, ölkədə çevriliş oldu. Neysə ki, subhanallah, 3 saatın içində ölkə talan edildi, apteklərin yanından keçdik, içində heç nə qalmamışdı. Mağazalar da eləcə. Həmin vaxt Şeyxülislam İbn Teymiyyənin qeyd etdiyi ifadə yadıma düşdü. Zalim bir sultanla 60 il yaşamaq, sultansız bir gecədən daha xeyirlidir. Fəzilətli şeyx, mühüm bir mövzuya keçmək istəyirəm. Əmir sahibinə beyyət məsələsi. Əmir sahibinə beyyət etməyin mahiyyəti nədir? Dinimiz kamil və əhatəlidir. Mənafeylərin əldə edilməsi və fəsadların dəf edilməsi üzərində qurulmuşdur. Faydaların əldə olunması və fəsadların dəf edilməsi vasitələrindən biri də əmir sahibinin təyin edilməsidir. Buna görə əmir sahibinin təyin edilməsi fərzdir. Çünki mənfəətlər onun mövcudluğu ilə bağlıdır. Rəhbər olmadıqda isə işlər qarışır. Fitnə fəsad meydana çıxır. Buna görə deyilir ki, zalim bir sultanla 60 il yaşamaq, sultansız bir gecədən daha xeyirlidir. Çünki hakimiyyətin pozulması hər şeyin pozulması deməkdir. Bu reallıqdır. Bir dəfə mən ölkələrdən birinə getmişdim. İslam Universitetinə tələbələri gətirmək üçün. Mən havalimanından ölkəmə qayıtmaq istəyərkən, həmin ölkədə çevriliş oldu. Havalimanının işıqları söndürüldü, təyyarələrin hərəkəti dayandı. Hansı ölkə idi? Afrika ölkələrindən biri idi. Havalimanında olan zabitlər gəlib dedilər ki, buranı tərk edin. Mənimlə yaşlı bir müəllim həmkarım var idi. Ona dedim, özünü ölü kimi apar, heç nə başa düşmürük kimi davran. Çünki nə istədiklərini bilmirik. Subhanallah, 2-3 saat keçmişdi. Çöldə də yağış yağır. Bizimlə olan gənc yanımıza gəldi. Soruşduq ki, nə baş verir? Dedi ki, ölkədə çevriliş oldu. Dedik ki, vallahi bu zabitlər bizi çox sıxışdırdı. Çıxın, çıxın deyirdilər. Dedi ki, həmd olsun Allaha ki, çıxmadınız. Onlar sizi buradan çıxarmaq istəyirdilər. Çünki havalimanında kameralar var. Sizi havalimanından kənara çıxarıb, öldürmək və üzərinizdə olanları götürmək istəyirdilər. Dedi ki, bilmirəm mən sizə necə gəlib çıxdım. Xülasə, biz havalimanından çıxdıq. Vallahi, mən havalimanına girməzdən əvvəl gördüyüm ölkə, havalimanından çıxdıqdan sonra gördüyüm ölkə deyildi. Tamamilə başqaydı. Bizi son dərəcə kasıb bir məhəlləyə apardılar. Soruşdum ki, niyə bizi əvvəl qaldığımız otelə aparmırsınız? Dedilər, ora talan edilib. Ona görə sizi bu kasıb məhəllədəki otelə gətirdik. Burada nəsə olmaz. Neysə ki, subhanallah, 3 saatın içində ölkə talan edildi, apteklərin yanından keçdik, içində heç nə qalmamışdı. Mağazalar da eləcə. Həmin vaxt Şeyxülislam İbn Teymiyyənin qeyd etdiyi ifadə yadıma düşdü. Zalim bir sultanla 60 il yaşamaq, sultansız bir gecədən daha xeyirlidir. Deməli, cəmaata hökm edən bir hakimin varlığı, xeyir əldə etmək və fəsadları dəf etmək üçün çox mühüm bir məsələdir. Buna görə onun təyin edilməsi fərz edilib. İslam idarəçiliyində rəhbər ya bütün müsəlmanlara ümumi xəlifə olur, əsl olan budur, ya da parçalanma halında hər ölkənin öz rəhbəri olur. Parçalanma olduqda alimlər icma etmişlər ki, hər ölkənin öz rəhbəri vardır. Onun haqları böyük hakimə aid olan haqları kimidir və üzərinə düşən vəzifələr də eynidir. Bugünkü müsəlmanların vəziyyəti bu cürdür. Mən bu cür fikir sahibləri ilə apardığım bir çox müzakirələrdə demişəm, ümmət əvvəllər bir halqa idi, bugün isə ümmət halqalardan ibarətdir. Vacib olan bu halqaları gücləndirməkdir ki, ümmət güclənsin. Bu halqaları dağıtmaq deyil.
Çünki alimlər bu cür parçalanma halında bu hakimiyyətlərin şər'i olması barədə icma etmişlər.